Salam gözəl insan. Çox uzatmadan mövzuya giriş edəcəm. Çoxdan da video paylaşmıram. Heç olubmu ki, kimsə səndən nəsə istəyib, hər hansı bir yaxının və sən əslində istəmirəm demək istəmirsən hər hansı bir səbəbdən, amma dodaqları var, dili və hə olar, niyə olmasın ki kimi cavab gəlib və təsdiqləmirsən və onun buyruğunu yerinə yetirmisən. Və o an ürəyin sıxılır, bədəndə bir qəribə bir gərginlik hiss etmirsən ki, nə oldu? Yenə də mən yox dedim. Halbuki mən söz vermişdim ki, hə deməyəcəm, nəysə ürəyimcə olmayanda və ya da istəmədiyim halda. Və sonra günlərlə həmin vəziyyəti beynində təkrar yaşayırsan, sanki özündən incimiş olursan və ya yorulmuş olursan ki, yenə də mən istəmədiyim şeylərə hə dedim və yenə də kiminsə istədiyi və mənim istəmədiyim şeyi etməyə özümü məcbur edirəm və həmin insanlara bunu bildirmədən. Biz çox vaxt hə deməyi hər hansı bir mədəniyyət, anlayış və ya da ki, sevginin göstəricisi və ya da ki, tərbiyə, aldığımız tərbiyədən irəli gələrək belə olmalıymış kimi qəbul edirik və içimizdəki o səsi boğuruq, sərhədlərimizi göz yumuruq və dəyərlərimizi, sərhədlərimizi susturaraq deyirik ki, belə də olmalıdır. Və bunu sanki başqasına hörmət, yəni ki, arada olan hörməti qorumaq xatirinə edirik və niyə xeyir demək bizə bu qədər çətin gəlir? Əslində qalsa bu haqda danışmaq istəyirəm və çox vacib bir mövzudur. Bizim çoxumuz xeyir deməyi hörmətsizlik və ya da ki, sevgisizlik kimi öyrənmişik. Yəni ki, uşaqlıqdan belə bir tərbiyə olunub ki, yox deyəndə böyüklərə qarşı gəlmə ayıbdır, uşaqlıqda deyilən sözlər. Sözə bax, kimi ifadələr eşidilir və bu davamlı şəkildə bu inanclar beynimizə yeridilib. Və beləcə xeyir demək cəza ilə və yaxud da ki, bəli demək isə sevgi və qəbullanmaq ilə əlaqələndirilib. Yəni kiməsə hə deyəndə biz yüksək qiymətləndirmişik, yox deyəndə isə sözə qulaq asmayan bir uşaq kimi və bu beynimizdə sanki bir yanlış bir inanca çevrilib. Əgər hamını razı salsam, məni sevəcəklər. Uşaqlıqdan gələn bir inanc. Və beləliklə biz böyüyürük, işə giririk, münasibətlər qururuq və özümüzdən asılı olmadan bu inancla davam edirik. Yeni dostlar qazanırıq, amma içimizdə o hə deməyə məcbur uşaq hələ də yaşayır. O uşaq heç bir yerə getməyib. O uşaqlıqda o cür böyüdülən uşaq hələ də orada bir yerdə yaşayır. Və hər dəfə kiməsə yox demək istəyəndə həmin uşaq qorxur, birdən məni sevməzlər deyə düşünür, birdən inciyərlər, birdən məni tərk edərlər və birdən tək qalaram və yaxud da cəzalandırılaram bununla. Və əslində nə baş verir? Xeyir deyə bilməmək çox vaxt qorxunun maskalanmış bir formasıdır. Və qorxuruq ki, bizi sevməzlər və yaxud da qorxuruq ki, bizi tərk edərlər və yaxud da qorxuruq ki, kiminsə gözündə artıq bir soyuq, özünü düşünən, yəni soyuq bir insan olarıq. Yəni sanki egoist insanıq. Amma paradoks ondadır ki, hər dəfə başqasını məmnun etməyə çalışarkən yavaş-yavaş özümüzdən uzaqlaşırıq. Problem budur. Və bədən yox deyir, amma ağıl və bəli deməyə məcbur edir. Və bu ki, siqnal arasında ziddiyyət, daxili gərginlik, narahatlıq yaradır və daxili bir çaxnaşma olur insanların daxilində, özünə mübarizə halında sanki. Və bir müddət sonra bu gərginlik bədəndə yığılır və nəyə çevrilir? Baş ağrısına, yuxusuzluğa, boğazda düyün hissinə və ya da mədə problemlərinə və digər problemlərə. Sanki bədən artıq susmaq istəmir, danışmaq istəyir, amma siz əvvəlki vərdişlə davam etdiyiniz üçün bu başqa formada özünü göstərir. Münasibətlərdə bəli deməyin təhlükəsi bəs nədir? Hər şeyə bəli. Şəxsi münasibətlərimizdə. Ən çox da münasibətlərdə olur bu hal. Yəni xatırladım və çox vacib bir mövzuda yenə də. Partnyor bir şey istəyir, sevgiliniz, yoldaşınız və siz istəmirsiniz bunu. Amma konflikt çıxmasın deyə onsuz da vacib deyil deyirsən öz-özünə və amma bədən başqa cür düşünür və burada narazılıq içində yavaş-yavaş böyüyür, amma sən qarşı tərəfin dediyini edirsən, amma içində bir partlayış yaranır ki, axı niyə yenə mən özümə qarşı gəlirəm və başqalarının maraqlarını reallaşdırıram. Və burada sanki xeyirlərin bir partlayışı baş verir içinizdə və xeyir demək bəzən münasibəti qoruya bilər, yəni xeyir deməmək bəzən münasibəti qorumuş kimi görsənər. Amma əslində onu sanki biz içərdən dağıdırıq o münasibəti. Davamlı şəkildə qarşımızdakının dediyini etdikdə özümüzə haqsızlıq edirik və içərdə o bir balans bozulur və nə vaxtsa böyük bir konfliktə çevrilir.
Sevgi ancaq zaman və bəli və xeyirlə olmur, yəni. Əgər sən daim başqasını məmnun etməyə çalışırsansa, bir müddət sonra münasibət artıq sevgi deyil, qorxuya çevrilir təbii ki. Və davamlı şəkildə sən hə deyirsən və içində bir qorxu böyüyür və o zaman özünə sevilən yox, istifadə olunan biri kimi hiss edirsən. Belə bir təzad yaranır. Və xeyir demək nə demək deyil? Burada çoxları düşünür ki, xeyir demək kobudluqdur. Və yaxud da ki, xeyir demək özünə yer vermək deməkdir. Dediyim kimi bayaq, xeyir demək o demək deyil ki, mən səni istəmirəm. Əgər qarşındakına xeyir deyirsənsə, bu demək deyil, siz onu istəmirsiniz. Xeyir demək, mən özümü də istəyirəm deməkdə əslində qalsa. Və sərhədlər cəzalandırmaq üçün deyil, səmimiliyi qorumaq üçündür. Və əgər sən özünü itirirsənsə, verdiyin sevgi artıq təmiz olmur. Qorxudan ortalığa çıxan bir davranışa çevrilir. Yəni qorxu ilə sən davamlı şəkildə hə deyirsən, amma içində bir artıq konflikt yaranır və bu qorxunun idarə etdiyi bir uyğunlaşma olur həmin bu münasibətlərdə. Bəs sual verə bilərsiniz ki, necə edim ki, mən xeyir deməyi öyrənim? Əvvəlcə kiçik addımlarla başla. Bu addımlar nə ola bilər? Səni çox yormayan situasiyalarda, məsələn, bir dost sənə nəsə təklif edir. Amma sən bunu etmək istəmirsən. Sadəcə bu dəfə yox, sağ ol de. Ya işin var, ya alınmır, hər nəysə bir mədəni formada vəziyyətdən çıxış yolu axtar. Və bədəndə yaranan hissə diqqət et ki, nə baş verdi həmin vaxtı. Bunu yox deyərkən ilk dəfə boğazında sıxıntı, ürəyində gərginlik ya da yüngül bir günahkarlıq hissi yarandı mı? Yəqin ki, yarandı. Və bu hiss sənin əslində düşmənin deyil, o uşaqlıqdan gələn bir inancın səsidir. Hansı ki, sənə yeridə bilər uşaqlıq boyu, tərbiyələrimizlə. Bir vaxtlar səni qoruyub, indi isə artıq o köhnəlib və sənə lazım deyil. Və sən artıq böyümüsən və onu sadəcə müşahidə et və özünə de, bu dəfə mən fərqli davranıram. Mənim xeyrim də dəyərlidir, yəni kiməsə xeyir deməyim. Və xeyir demək başqasını incitmək üçün deyil, özünü qorumaq üçündür. Nə zaman bəli, nə zaman xeyir demək lazımdır, bunu da anlamaq lazımdır. Hər yerdə xeyir deyə bilməzsiniz təbii ki. Və bunu müəyyənləşdirmək üçün dinləmək lazımdır içinizi, ürəyinizi. Əgər bəli dedikdən sonra içində bir yüngüllük, rahatlıq, sakitlik hiss edirsənsə, o doğrudur. Amma bəli dedikdən sonra yox, əksinə içində bir negativ hisslər yaranır, sıxıntı, narazılıq, yorğunluq. Bu əslində gizli bir xeyirdir. Yəni bədən yalan danışmır, o sənin ən dürüst bələdçindir. Bəzən xeyir demək münasibətləri bitirmir. Əksinə onu daha real və dürüst edir. Qarşınızdakı siz olduğunuz kimi qəbullanmalıdır. Çünki o zaman artıq o sevgi qorxudan yox, hörmətdən doğur, qarşılıqlı hörmətdən. Bəlilərə əsasən hörmət yox. Xeyir dedikcə nə baş verir? Əvvəllər təbii ki, bu sizə çətin gələcək. Hər dəfə xeyir deyəndə günahkarlıq, narahatlıq, hətta qorxu hiss edəcəksən. Özünü sorğulayacaqsan, düz edirəmmi ya yox. Amma zamanla görəcəksən ki, bu xeyirlər sənin özünü tapma yolunun başlanğıcıdır. Daxili rahatlıq gələcək sənə, daha özünü yüngül, rahat hiss edəcəksən, artıq başqalarının sənə necə baxdığından çox özün içində necə hiss etdiyinin vacib olacaq və özünün içində hiss etdiyin, bax bu hiss, bu rahatlıq hissi sənin azadlığındır. Və ümumiyyətlə xeyir demək egoistlik deyil, dediyim kimi. Xeyir demək özünə hörmət etməkdir. Dediyim kimi hər yerdə xeyir deməyəcək. Yəni istəmədiyiniz şeylərdə və sizə uyğun olmayan şeylərdə və bu sizi başqalarından ayırmır. Bu münasibətlərinizi daha real və dürüst edir. Əgər sən də tez-tez bəli deyib, sonra içində bir boşluq yaradırsa və ya da yorğunluq, dəyərsizlik hiss edirsənsə, bu sənin əslində günahın deyil. Sən fərqində olmadan sənə illərlə xeyir demək pisdir, ayıbdır, günahdır, amma indi artıq bu inancı buraxmalı məncə vaxtıdır, yəni. Böyümüşük yaxın. Və fərqindəyik yaxın. Çünki həqiqi sevgi o zaman başlayır ki, sən yalnız başqasına yox, özünə də hə deyirsən.